Herkese yeni bir günden, yeni bir videodan selamlayıram. Bugün birlikte hekime gidirik. Oradan anamgile, oradan da kaynamgile gideceğim. Birlikte hazırlaşaq. Makyajımı edim. Acam bu arada analiz vermeye gidiyorum. Oldu diyorsun. Bilmirəm, aranızda başına gelenler var yoksa yok. Bu tezə çıxıb deyəsən, mən də tez öğrendim. Qanı mənfi olanlar hamilələrə aiddir. Qanı mənfi olanlar analiz verir, ona uyğun doza iğne vurulur. Mənim də qanım 4 mənfidir. Ona görə də hekimim dedi ki 28-ci həftədə iğne vurulmalıdır. Gidip ona göre analiz vereceğim. Önemlendirdim. Bu arada bizi hardan izleyirsiniz? Burada mı görmüşsünüz? Yoksa Instagram'da mı görmüşsünüz? Yoksa TikTok'ta mı görmüşsünüz? Her yerde görmüşsünüzse hoş gelmişsiniz kanalımıza. Kanalımıza abone olun. Bizi Instagram'dan da izleyin. Mütləq Instagram'dan izleyin. Çünkü daha çok orada aktif oluruq. TikTok'ta da her akşam saat 10'da canlı yayınımız olur. Yoldaşımla birlikte. Yüzümü nemlendirdim. Bizim kaşımı sabitleyeyim. Kaşlarım felaket durumdadır ama yine sabitleyeyim. Alınsa bu günlerim kaşlarımı biraz aldıralım. Kombinumu hazırlamışam. Artık eynime olduğu kadar yani. Hiç ne tapabilmedim eynim olmuyor. Güc balayla da ancak bunları tapabildim. Makyajımı yedim tez. Sonra yani şarfımı değişeceğim. Bu tanayım çok beğenen. Almak isterim size. İlk de istifade ederim bu markanı. Çok beğendim. Günleri için yaxşıdır. Şimdi Diyeceğim bu konserlerini istifade ediyorum. İşte gösterme. Acı olanda da hiç halim olmuş. Hiç almamışam hele ki demiyorlar. Demiyorlar yani ki hiç almamışam hele. Artık 29 həftəmdəyəm. Məncə elə bu vaxtlarda başlamaq lazımdır deyə düşünürəm. Həm də ki otağını hazırlamalıyıq sonra. İstəyirəm ki aldığımız hər şeyi onun otağına yığaq. Ona görə heç nə al beğenmirdim ki hara qoyacam alsam. Alanda da insan özünü dayandıra bilmir. Aldıqsa alır. Ona görə dedim ki başlasam dayandıra bilməyəcəyik özümüzü. Yaşlı otağı hazır olsun. Otağını da demək olar boşaltmışıq tamam. Bundan əvvəlki videomuzda bilmirəm baxmısınız yoxsa yox. Baxmamışsa baxın mütləq. Oradakı videomuzda otağını boşaltdıq bebişin.
İndi qalıb mebelləri. İnşallah mebellərini də yoldaşım hazırlayacaq. İndilik hələ ki şkafı ilə komotunu eləyəcəyik. Çünki zaten kravat olaraq yanımıza qoyacağımız beşiyi istifadə eləyəcəyik. Sonra isə normal, yəni insan yatağı. Heç o, yəni kravatlardan istəmirəm da. O olur ya beşik. Taxta kravat zat heç xoşum gəlmir elə. Zaten nə mənası var ki, uşaq nə qədər yata bilər ki onun içində. Ona görə yanımıza qoyacağımız beşiyi 6-7 ay nə qədər istifadə edə biliriksə, onu istifadə edərik. Daha sonra da normal öz kravatına keçər deyə düşünürəm. Yəni bilmirəm mənim kimi düşünənlər var mı aranızda. Normalde bronzer istifadə etməyi heç sevmirəm, amma artıq istifadə edirəm. Çünki artıq üzüm topquşlaşıb. Bronzer vuranda daha yaxşı görsənir elə bilirəm. Hicabla makyaj eləmək çox çətin olur. Bizdən su dəyişəcəm, batmağına görə yox, sadəcə rahat tətbiq etmək olmur məhsullar. Neyse, biraz da buralara. Biraz da enmeyi. Enmeyi çok seviyorum. Hadsiz derecede çok seviyorum enmeyi. Liner vurmak istemiyorum ama liner vurmayanda da bu da vurmuşam, öyrəşmişəm ki vurmayanda elə bilirəm ki gözlərim boş görsənir. Şimdi vurmayacağım, bakarsınız. Ne yazarsınız, necə görsənirəm linersiz. Neyse, bu kadar basit var. Enlik kör yaşamadan. Şimdi biraz gözlerimizi tonlaştıraq. Önce bu ağ rengi. Biraz açıq rənglər eləyəm gözümə, onsuz da paltarım. Göz diplerime ise kara karanlaşla keçip yayacağım. Ne söyleyeceğim olsa göz diplerimiz biraz dolu görsənsin diye. Karandaş vuraq.
Biraz yayım. Şimdi bir tane tekçe tuş vuracağım ve soğuk. Bitti. Sarmak için. Dudak payası olarak da koyduğumuz kanat. Penna. Fen olarak boşun pencisi var dediği. Basta. Sesli. Deməli, axırıncı dəfə qulağımızı evdə sonlandırmışdım. Gəldik xəstəxanaya, analizimizi verdik. İndi çıxdı. Yolda falan işimi çəkə bilməmişdim. Çünki hava çox pisiydi. Çox acam. İndi bir şeylər yiyəcəm. Doğal yapmışım. Evdən qova getmişəm. Allah sağ olun. Nasıl maraq olursa çəkərik. Geldim. Anam bile özümü çaktırdım bura. Şimdi akşama kadar buradayım. Akşam ola bilsin ki kaynatam bile gittim. Ola bir şey yok. Elə gedərli. Akşam kaynatam bile gittim. Yani çayımız adım için özüme geleyim. Çayımız adımı değişeyim. Sonra görüşelim. Deməli, bugün Ramazanın son günüdür. Anam da iftar verir evində patrukasına. Bu yeni üsuldu, bunu görməmişdim. Bunu mən də denəyəcəm. Üstünə koyaq ki daha yaxşı dəm alsın. Burada da yayla çorbasıdır.
Bilmirəm, bilənlər var aranızda. Taliş ləvəngisi. Süfrəni də bacım hazırlayıb. Görün nə gözəl hazırlayıb. Maşallah. Son iftar süfrəmizdir. Ramazanın son günü, son iftar süfrəsi. Toyuğun bir qıçı hardadır? Kazmağı var. İmkan bir tane yer açalım. Hemen koy. Ben dırnaklarına Qardaşım yeri o tərəfdə. Qonaqlarımız gəlib, oturmuşuq. Son iftarımızı eləyirik. İftarımızı elə də deyirəm ki, mən də orucam. Sən dayan da bir, nə olub sənə? İnşallah. İnşallah Allah qismət eləsin, gələn iftarda da yığışaq. Anam deyir ki, elə danışırsan, elə bir son iftardır. Ramazanın son günüdür. Elə onu deyəm, o da 2 dənə çay qabını çək. Mama. Mən süfrə çəkmə. Qayatam gəlib məni götürüb. Gedirik indi onlara. İzləyicilərimə salam ver baba. Salam ver izləyicilərimə. Gedirik indi qaynatam biləm. Bəli, anam gildə yediyi içdi, indi gedirik. Başında qarımsan, alma heyvan qarımsan. Başında qarımsan, alma heyvan qarımsan. Tropkaların əldən axı cəb sata bildik. 1 saatda yoldayıq da yəni. Azadlıqdan Mehdiyabada 1 saata cəb çatmışıq. Tropkalar sağ olsun. Üşüdüm. Gəldim qay Mamaşa gilə. Mamaşa da burada qəşəng döktürüb yenə paxlavalarına baxın. Qəşəng paxlavalarını çəkər. Buraları göstər mama. Burada da şəkər buraları. Necə gecdə bunlar hamısını yiyəcək. Görün nə qəşəngdir. Əllərinə sağlıq mama. Teşekkürler hayatım. Nece götür. Evet, gel götür. Bütün dünya buna inansa, bir inansa, hayat bayram olsa, insanlar el ele tutuşsa, birlik olsa, uzansak sonsuza. Bütün dünya buna inansa, bir inansa, hayat bayram olsa, insanlar el ele tutuşsa, birlik olsa, uzansak. Ataka girmeyeyim diye. Arkası yüngül tullandı diyesen. Yo, tulanmadı yaxşıdır. Yetimçələr çəkilin də. Yetimçələr. Ha, tonqal yandırıblar, o nədir? Onu tonqal deyil. O ken. O nədir elə yandırıblar yerdə bir dam. Yazıq uşaqlar. Məktəb niyə onlar üçün tonqal yandırmayıb? Kardon. Kardon.